Tənganov deyirik bura. Uşaqlığımızın keçdiyi yerlərdir. Gəyir kolları. Bax, belə olan vaxtlar idi. Biz uşaq olanda. Bu kolları qoruduq. İndi artıq belə bir gövdəli ağaclar böyüməkdədir. Əslində nil ağacları, amma meyvəli ağaclar da var. Alçadır, qaragilədir. Ən gözəli də burada əsl bənövşə dediyimiz o gözəlliyin olması idi. İndi baxıram, görə rast gələcəyim. Bu cincilimdir. Palıd ağacları da var. Təbiəti valideynlərimiz bizə uşaqlıqdan sevməyi öyrətdi. Ağacları kəsməyə əlimiz gəlmədi. İndi belə bir meşəlik yaranıb, maşallah. Uşaqkən burada noxud, kartof əkdiyim yadıma gəlir. Ayaqla şumlayıb, burada bu bir lata yerdə əkmişdik. Orada quş yuvası da var. Mart ayında baxardıqca həyətimizdəki quşlardan, Hind quşundan hansısa yoxdur. Arayıb axtarıb gəlib baxardıq ki, burada yuva salıb və yumurtayıb oturub üstündə. Belə bir maraqlı xatirələrimiz, ata-analarının günlərimizdən qalan o şirin xatirələr var. Bu yolda Güney bulağına gedir.